Fələstinə milyardlıq yardım göndəriləcək. 22 yanvar tarixli və gündəm xəbərin efirində bir məlumatı diqqətinizə çatdıracağıq. Belə ki, Kremldə Rusiya prezidenti Vladimir Putinlə Fələstin prezidenti Mahmud Abbas arasında görüş keçirilib. Gündəm xəbər Kommersanta istinadən məlumat verir ki, Fələstin lideri dünən Moskvaya 3 günlük rəsmi səfərlə gəlib və görüşdə Putin və Abbas ikitərəfli münasibətlərin ticarət, iqtisadi və mədəni humanitar sahələrdə inkişafına, həmçinin yaxın şərqdəki vəziyyəti, xüsusilə də Qəzza sektorunu müzakirə eləyiblər. Dünən Vladimir Putin bildirib ki, Mahmud Abbasla danışıqların əsas mövzularından biri Qəzza üzərində sülh şurasının olacağıdır. Rusiya hələ təşkilata üzvlük məsələsində yekun qərar qəbul eləməyib, lakin dövlət başçısı qeyd edib ki, ölkə Amerikada dondurulmuş aktivlərdən 1 milyard dolları həmin quruma yönəltməyə hazırdır. Bloomberg'in məlumatına görə məhz bu məbləğ prezident Donald Trump tərəfindən təşkilatda daimi üzvlük üçün nəzərdə tutulub və hüquqi tərəfi necə olacaq? Hələ aydın deyil. Bütün bunlar müzakirə olunmalıdır. Bundan sonra bloklanmış vəsaitlərin açılması tələb olunacaq. Bu, əlbəttə ki, Amerika tərəfindən müəyyən addımlar atılmasını zəruri eləyir, deyə Kremlin sözçüsü Dmitri Peskov bildirib. Peskov həmçinin bildirib ki, bu vəsait yalnız Fələstinin bərpasına xərclənmiş olacaq.